Gündəmdədir bu dəqiqə hal-hazırda 13 yaşlı qızımızın ailə qurması. Ağcabədi rayonunda hadisə baş verib. Qızımızın 13 yaşı var, artıq dünyaya uşaq gətirib. Ana susur, ata susur, qonşular susur, məktəb susur, məktəbin direktoru susur, sinif yoldaşları, 13 yaşlı qızın 13 yaşlı sinif yoldaşları susur. Hamı ağzını bax, kapatıb dayanıb. Mən yorumları oxudum qızla bağlı. Hamı deyir ki, prezident hara baxır. Mən başa düşmürəm, prezident gəlib ailənin içində oturmalıdır. Prezidentin işi gücü yoxdur. Yazırlar ki, bütün günahlar prezidentdədir. Prezident neyinib, tövsiyə edib, əmr edir, göstəriş verirmi dövlət başçımız ki, qızlar 13 yaşında ərə getsinlər? 13 yaşında qız, yəni 13 yaşında qızın ərə getməsi, nə bilim, bətnində uşaq gəzdirməsi, uşaq doğması, nə deməkdir, mən dəhşətə gəlmişəm. Deyirlər, Təhsil Naziri hara baxır? Təhsil Nazirliyi hara baxır? Yaxşı, başa düşdük. Təhsil Nazirliyi gözün kapadıb, kördür, Allah eləməmiş. Bu məktəbin direktoru var ha. Gözləri kör olmuş məktəbin direktoru. Məktəbin direktoru hara baxır? Sinif rəhbəri hara baxır? Qızın atası 2 dənə hinduşka gətirib sinif rəhbərinə verib, 4 dənə də hinduşka gətirib məktəbin direktoruna verib. Bunlar da ağızlarını, dillərini qoyublar ağızlarına, ağızlarını kapadıblar. Əzizlərim, bu qızlardan bezmisiniz? Hörmətli məktəbin direktoru, 4 dənə hinduşkaya görə bir qızın həyatını məhv etmək olmaz. Bir məktəblinin həyatını məhv etmək olmaz. Hörmətli həmin o sinifin rəhbəri, 2 dənə hinduşkaya görə, 2 dənə ördəyə görə, nə bilim 2 kilo kərə yağına görə deyin ki, almamışıq. Bax, mənə sübut edin ki, almamışsınız. Almamışsınızsa, bəs bu qızın hüquqlarını niyə müdafiə eləmədiniz? Bu qız məktəbdən yayınanda niyə qarşısını almadınız? Niyə gedib ailəsinə söhbət aparmadınız? Niyə qonşularla söhbət aparmadınız? Niyə qızın özünə söhbət aparmadınız ki, sən 13 yaşında qızsan, sənin orqanların zəifdir, kiçikdir, dözə bilməz bu gücə, bu nə bilim nəyə. Eşitdim ki, ailə barışığa gedib. Polisə gedib iş çatandan sonra, təbii ki, xəstəxana məsuliyyət istəyir. Uşaq dünyaya gələndə, uşaq ilk dəqiqələrdə xəstəxanaya qəbul olanda baxıblar ki, az yaşlıdır, hamilədir, doğacaq. Təbii ki, həmən polisə xəbər veriblər, məlumat veriblər ki, bəs qız hamilədir, dünyaya uşaq gətirəcək, nəsə, indi az yaşlı olduğuna görə təbii ki, bununla kim yatıbsa, kimdir cavabdeh, onu dəvət ediblər. Bunun da 23 yaşı var oğlanın. Təsəvvürə gətirin ki, valideynlər güzəştə gediblər. Hörmətli valideynlər, niyə güzəştə getmişsiniz? Niyə? Bir qızı niyə bədbəxt eləmişsiniz? Bax, səbəb nədir? Siz bilirdiniz ki, qızınız hamilədir. Niyə bunun qarşısını almırdınız? Niyə görə istəmirsiniz qızlarınız oxusun? Niyə istəmirsiniz qızlar təhsil alsın? Niyə istəmirsiniz qızlar ayaq üstə durmağı bacarsın? 2-3 uşağı doğacaq, onda olacaq 17-18 yaşı. Onda ayılacaq ki, o heç oğlanı sevməyib. Yenidən özünə sevmək üçün bir kişi axtaracaq. Onda da hamı deyəcək ki, o qız əxlaqsızdır, o qız pozğundur. Ya da 2-3 uşağına gəlib oturacaq atanın evində. Hörmətli məktəbin direktorları, sinif rəhbərləri, hörmətli, bu qızın Ağcabədi rayonunda hadisə baş verib. Bu qızının sinif yoldaşları, azından siz susmayaydınız da. Bilmirəm, nə deyim? Hamı bir tikə çörəyə görə övladlarını, qız övladlarını deyərdim ki, çöl atırlar.